Salam dəyərli abituriyentlər. Bugün OTK-nın 9 və 10-cu siniflər üçün keçirmiş olduğu blok sınağının suallarının izahına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, maddi nöqtə çevrə üzrə bərabər sürətlə saat əqrəbinin hərəkətinin əksi istiqamətində hərəkət edir. Dövrətmə periodu 10 saniyədir. Maddi nöqtə 1 nöqtəsindən keçdikdən sonra ən azı neçə saniyə sonra 4 nöqtəsində olar. Deməli, mənə verdiyi perioddur. Buraya yazaram. T bərabərdir 10 saniyə. Bizdən də 1 nöqtəsini keçəndən sonra deyir. Əgər period 10 saniyədirsə, mən bunu 4 hissəyə ayırıram. Çevrə üzrə hərəkətin tərifi nədir? Bərabər zamanda bərabər bucaqlar cızır. Bunların hər biri 90 dərəcədirsə, bunların hər birinə eyni qədər vaxt sərf etməlidir. 10 saniyəni 4-ə bölsəm, hər bir tərəfə 2.5 saniyə düşər. İndi bunu yazdıqdan sonra görək mənə nə deyir? Deyir ki, 1 nöqtəsini keçdikdən sonra, 1-i keçəndən sonra 2.5, 2.5, 2.5. Bunları toplasam, 2.5'i 7'ye 3'e vuraram. 3'e vuraram. Eder 7.5. Deməli, 7.5 saniyə sonra 4 nöqtəsinə gəlib çatar. Yəni, cavab olur B variantı. Gələk 32 nömrəli suala. Hərəkət edən qatarın vaqonunda oturan adam hansı cismə nəzərən sükunətdədir? Əlbəttə ki, vaqona nəzərən sükunətdə olur. 33. Bir maddənin molekullarının başqa bir maddənin molekulları arasındakı fəzaya daxil olması, yəni ona qarışması deyir. Maddələrin bir-birinə, maddə molekullarının bir-birinə qarışma hadisəsi diffuziya hərəkəti adlanır. Y variantı. 34. İştirixlənmiş fiqurun sahəsi hansı fiziki kəmiyyəti verir? F əvəzləyici qüvvə, T isə zamandır. Burada böyük testi çaşdırmasın. Bu T zamandır. Deməli, uşaqlar, F-in T-dən asıllıq qrafikində qrafikin altda qalan fiqurun sahəsi bizə verir qüvvə impulsunu. Yəni, cismin impulsunun dəyişməsini düstur da belədir da. Delta P bərabərdir F vur T. Ona görə cismin impulsunun dəyişməsidir. Yəni, 34-də cavab D-dir. 35. İzotermik prosesdə verilmiş kütləli ideal qazın təzyiqi 4 dəfə azalarsa temperaturu. Baxın, izotermik proses deyir. Deməli, temperatur sabitdir. Mən düsturu yazaram. PV bərabərdir nÜRT. Baxın, burada mənə deyir izotermik proses. Tek konstantdır. P ilə, baxıram nə istəyir bizdən? Bir dəqiqə. Temperatur istəyir. İzotermik proses isə temperatur dəyişmir. Cavab olur Y variantı. Keçək növbəti suala. Sonra 36. Vahidi Newton olan fiziki kəmiyyəti ölçən cihazın iş prinsipi. Baxın, hansı fiziki kəmiyyətin vahidi Newtondur? Qüvvənin. Qüvvəni hansı cihaz ölçür? Dinamometr. Bəs yaxşı, dinamometrin iş prinsipi hansı hadisəyə əsaslanır və yaxud da qanuna? Huk qanununa. Cavab olur B variantı. 37. Riyazi rəqqasın sürətinin zamandan asıllıq tənliyi şəklindədir. Rəqqasın uzunluğunu hesablayın. Baxın, bizə VM-i verib 20. VM sinus omega T-dən omega 5'dir. Onda ilə omega ilə gedə bilərəm. Omega bərabərdir kök altında J bölü L-dir riyazi rəqqasda. Buradan da kvadrata yüksəltsəm, E-ni tapanda alıram J bölünsün omega kvadratı. J 10'dur, omegam da 5'dir, kvadratı 25. Bunu da 5'ə ixtisar aparsam 5'də 2 düşər, yəni 0,4 metr və yaxud da 40 santimetr. Cavab olur B variantı. 38 nömrəli sual. Əvəzləyici qüvvə 16 Newton olduqda M kütləli cismin aldığı təcil A olur. Əvəzləyici qüvvənin qiyməti hansı qiymətində M bölü 2 kütləli cismin aldığı təcil A bölü 4 olar. Mən bunu necə tapacağım? Deməli, F bərabər M-adır. Mənə deyir M-a olanda qüvvəni 16 Newton verib. Yəni M-anın yerinə 16 Newton qoymalıyam. İkinci halda yazıram F2-ni istəyir. F2 bərabərdir M-adan M2 A2 yazaq. M2'nin yerinə qoyuram M bölü 2, burada verib. A2'nin də yerinə A bölünsün 4 qoyuram. Bu da mənə verir MA bölünsün 8. MA'nı da neçə tapmışam yuxarıda? 16. 16'ını da 8'ə bölərəm, alaram 2 Newton. Yəni cavab olur Y variantı. Gələk 39 nömrəli suala. Borunun geniş hissəsində mayenin sürəti 2 metr bölü saniyə olarsa, dar hissəsində mayenin sürəti. Bernoulli qanununa görə bilirik ki, sürət səthin sahəsindən tərs asılıdır. Yəni, dar olan hissədə sürət daha böyük, geniş olan hissədə isə sürət daha kiçikdir. Onu da yazaram S1-in S2-yə
bərabərdir V2-nin V1-ə. İndi S1-i 4S verib, S2-ni S verib, bərabərdir. Geniş hissə buradır. Geniş hissə, yəni V1-ə aid olan sürəti verib mənə 2, V2 də yoxdur. Bunlar da ixtisar getsə, V2-ni buradan tapıram 8. Yəni 39-da cavab olur Y variantı. 40 nömrəli sual. Yer səthindən hansı aşındırlıqda cismə təsir edən ağırlıq qüvvəsi 75% azalar? Yer səthində F0 deyirəm. 75% azalmaq F bərabərdir. 100 bölünsün 100 minus K-dır. 100-ü bölürəm. 100-dən 75 çıxanda 25-ə. 100-ü 25-ə böləndə mənə 4 verir. Deməli, qüvvəm əvvəlcə F0 idi. Sonra da oldu F0 bölünsün 4. Yəni 4 dəfə azaldı. Onda yazaram F bərabərdir. F0 bölünsün 1 üstə gəlsin H bölü R-in xaricdən kvadratı. Burada F-in yerinə qoyuram F0 bölünsün 4 bərabərdir. F0 bölünsün 1 üstə gəlsin H bölü R-in xaricdən kvadratı. F0'lar gedir. Tərsinə çevirib kök alıram. 4 bərabərdə hələ kök almayaq. H bölü R-in xaricdən kvadratı. Buradan da kök alanda 2 bərabərdir 1 üstə gəl H bölü R-ə. Onda buradan da H bölünsün R taparam 1. Onda H da bərabərdir R-ə. Deməli, H bərabər R hündürlüyündə 75% azalar. Yəni 40-da cavab olur Y variantı. 41. Kütlə vahidini maddə miqdarının vahidinə böləndə hansı fiziki cəmiyyət alınır? Deməli, kütlənin vahidini maddə miqdarının vahidinə bölmək lazımdır. Kütlənin vahidi kiloqramdır, maddə miqdarının vahidi də moldur. Kiloqram bölünsün mol, yəni M bölünsün nü. Bu da molyar kütlədir, yəni böyük M-dir. 41-də cavab olur C variantı. 42. Verilmiş kütləli ideal qaz bir haldan başqa hala keçdikdə münasibəti ilə ödənilmişdir. Hansı qrafik bu prosesə uyğundur? Baxıram, burada təzyiqlə temperatur düz asıdır. Təzyiqlə temperatur düz asıdırsa, deməli həcm sabitdir. Mən bunu hardan bildim? PV bərabər Newton düsturundan. 3 kəmiyyətimiz var, PV və T. Bunlardan biri sabit onda qalan ikisi arasında əlaqə qura bilirik. Burada da həcm sabitdir ki, P ilə T düz asılı olub. Deməli, V konstant olan hallara baxıram. Biri 3'dür. Sonra biri də 5'dir. Cavab olur 3-5. Yəni C variantı. Gəlirəm 43 nömrəli suala. Riyazi rəqqasın uzunluğu 10 cm olarsa, rəqsi hərəkətə başladıqdan 3 saniyə sonra cismin yer dəyişməsi nə qədər olar? Rəqsin amplitudu 0,5 metrdir. Deməli, rəqqasın uzunluğunu bizə verib. Mən buradan periodu taparam riyazi rəqqasın. T bərabərdir 2pi kök altında L bölünsün J'yə görə. 2pi 6'dır kökün altında. L uzunluğunu verib 10 cm, yəni 0,1 metr. Bölünsün J də 10'dur. Bu da %1'dir. O da 10 çıxır. 0,6 edir. Periyodu aldıqdan sonra baxıram ki, bir tam rəqsə 0,6 saniyə vaxt sərf edir bu. Belə rəqqasımı çəksəm. Baxıram ki, 0,6'nı 4 hissəyə bölsəm, 0,12 düşər. Bu hər bir zamana 0,12 zaman sərf edir. Məsələn, buradan başladısa, belə gedib, təkrar bura qayıtmağına 0,6 saniyə sərf olunur. İndi 3 saniyə sonra deyil, 3'ü bölsəm 0,6'ya, 30'u 6'ya bölərəm 5 düşər. Bu nə deməkdir? Bu yəni o deməkdir ki, 0,30 saniyə ərzində 5 tam dövr edir. 3 saniyə ərzində daha doğrusu. 3-cü saniyə sonunda başladığı nöqtədə olur. Yəni, başlanğıc və son nöqtəsi üst-üstə düşür. Ona görə yer dəyişmə olur 0. Cavab olur Y variantı. 44 nömrəli sual. Enlillə dalğa üzərində yerləşən A nöqtəsinin sürətinin istiqaməti göstərmişdir. Dalğanın yayılma istiqaməti. Enlillə dalğalarda bilirik ki, dalğanın yayılma istiqaməti zərrəciklərin yayılma istiqamətinə perpendikulyar olur. Ona görə də bu istiqamətdə yayıla bilər. Deməli, dalğanın özü bu istiqamətdə gedir da. Belə aşağı düşürsə, əgər, onda dalğa da bu istiqamətdə yayılır. Yəni, sağ tərəfə yayılır. Cavab olur C variantı. Gəlirəm 45. 1 kiloqram kütləli cisim çevrə üzrə bərabər sürətlə hərəkət edərək çevrənin 2/1 hissəsini 2 saniyə ərzində gedir. Bu müddət ərzində cismin impulsunun dəyişməsini tapın. Çevrənin radiusu 1,2 metrdir. Bunu necə edəcəyik? 2/1 periyodda deyir, T bərabərdir T bölü 2 anında sürət dəyişməm 2V-dir. Və deyir 2 saniyə gedir. Kiçik T-nin yerinə 2 qoysam, T bölünsün 2 olar. Buradan da periyodu 4 taparam. Birinci gəlin sürəti tapaq. V bərabərdir 2 pi R bölünsün T-yə görə. O da bərabərdir 2 pi 6'dır.
R'i verib 1,2. T'ni də 4 tapdım. Bu da mənə verir 1,8. Bundan sonra isə yazıram delta P bərabərdir M delta V. Delta V'ni də yerinə 2mV yazsam olur 2mV. Buradan da yerinə qoysam 2 vurulsun. Kütlə 1'dir. V sürəti də 1,8 tapmışam. Bunlar da bir-birinə vuranda 3,6 kilogram vur metr böl saniyə alınır. 45'də yəni cavab olur Y variantı. Sonra gəlirəm 46 nömrəli suala. Verilmiş kütləli ideal qaz əvvəlcə izotermik sıxılır. Deməli, temperatur sabit qalır, həcm azalır. Daha sonra isə izobarik qızdırılır. P konstant qalır, temperatur artır. Hansı diaqramda bu proseslər düzgün göstərmişdir? Deməli, birinci hissədə temperatur sabit qalmalıdır. Baxın, A-da həcm sabitdə atdım. B-də təzyiq sabitdə atdım. Baxıram indi nəyə? Temperatur sabit onda təzyiqlə həcm PV bərabər Newton düsturuna görə tərs asılı olmalıdır. Yəni, C-də getdi. İzobar prosesdə qızdırılır. İzobar prosesdə, yəni ikinci halda təzyiq sabit olmalıdır. Burada həcm sabitdir, yanlışdır. 46'da cavab olur Y variantı. Sonra 47. Kütləsi 0,5 kilogram olan cismin hərəkət zamanı koordinatın zamandan asılılığı şəklində olmuşdur. Hərəkət başlayandan 3 saniyə sonra cismin kinetik enerjisinin dəyişməsi nəyə bərabər olar? 0. Niyə 0? Bu, bərabər sürətli hərəkətin tənliyidir. Bunun 1 saniyədə sürəti nədirsə, 3 saniyə sonra da sürət olacaq. Mən kinetik enerjinin dəyişməsini tapanda da sürət dəyişməm 0 olduğu üçün kinetik enerjimin dəyişməsi də mənə 0 verəcək. Çünki düsturu M delta V kvadratı bölünsün 2'dir. Orada delta V'm 0'a getdiyi üçün kinetik də 0'a gedəcək. Ona görə cavab olur C variantı. 48. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Cismin koordinatın zamandan asıllıq tənliyi hansı ola bilər? Deməli, birinci növbədə baxın V0 verib, V'ni verib, zamanı verib təcili tapaq. V çıx V0 böl T'dən. 5'dən 1 çıxıram 4, bölürəm 2'yə, təcili tapdım 2, özdə müsbət 2. Özdə yeyinləşən hərəkətdən sürət də müsbət olmalıdır, təcil də müsbət olmalıdır. Hərəkət tənliyini yazaram. X bərabərdir x0 üstə gəl V0 T plus AT kvadratı bölünsün 2. İndi mənə deyir ki, cismin sürətin proyeksiyası. Aha. Baxaq görək. V0'ın yerinə neçə olmalıdır? 1. Yəni T'nin qabağında 1 olmalıdır. Qalan variantları ataram. Baxaram nəyə? Burada baxıram ki, AT kvadratı təcilin müsbət 2'dir. Amma AT kvadratı böl 2'dir. Yəni 2 qoyub 2'yə böləndə T kvadratı düşməlidir. Cavab olur B variantı. Düz. 49. Cismin havada çəkisi 40 Newton. Mayedə çəkisi 15 Newton olarsa, Arximed qüvvəsi neçə Newtondur? Deməli, burada baxıram nəyə? Cismin havadakı çəkisini verib, mayedəkinin çəkisini verib. P bərabərdir, P0 çıx F Arximed idi. Buradan da ki F Arximedi tapanda P0'dan P'ni çıxıram. O da bərabərdir. 40'dan da 15 çıxanda mənə verir 25. Yəni cavab olur C variantı. 50 nömrəli sual. Nigar bir dəqiqə ərzində 100 addım atır. Hər bir addımın uzunluğu 90 cm olsa onun sürəti nə qədərdir? Baxın. Hər bir addımın uzunluğu 90 cm-dirsə 90'ı birinci çevirməliyəm metrə. Bu edir 0,9 metr. Hər bir addımı, yəni B düşünün də, bir addımı 0,9 metr məsafə qət edirsə 100 addımda nə qədər məsafə qət edər X? Buradan da onda mən ümumi məsafəni taparam ki, bir dəqiqə ərzində bunun getdiyi yol 90 metrdir. Ondan sonra sürət istəyir. V bərabər S böl T yazaram. S'i 90 tapdım. T'dəki 1 dəqiqədir, yəni 60 saniyədir. Buradan da ixtisar aparsam cavab 1,5 metr böl saniyə düşər. Yəni Y variantı. Gələk 51 nömrəli suala. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçəndə, bir halından 2 halına keçəndə görən T konstantdır. Yəni temperatur. T konstantdır və 1-dən 2-yə keçəndə həcm 2 dəfə azalıb. PV bərabərdir nöqtəyə görə. Temperatur sabitdir. Həcm 2 dəfə azalırsa, P ilə V vurulur tərs asıdır. Onda təzyiq 2 dəfə artmalıdır. Yəni cavab olur 51-də A variantı. 52 nömrəli sual. İdeal qaz molekullarının istəyik hərəkətinin orta kvadratik sürətinin qazın mütləq temperaturundan asıllıq qrafiki verilmişdir. Bir nöqtəsində molekulların orta kvadratik sürəti V0, qazın temperaturu isə T0 olmuşdur. Və deyir ki,
2 nöqtəsində molekuların orta kvadratik sürəti 2v0 olarsa, həmin nöqtədə qazın mütləq temperaturu nə qədər olar? Deməli, burada baxıram ki, bu T ilə kökaltı düz asılıdır. Onda orta kvadratik sürətin düsturunu PV V bərabərdir 3 RT bölünsün M yazaram. Bir də kök altında 3 PV bölünsün M yazaram. İndi görək biz hansıyla gedəcəyik. İndi bizə deyir ki, sürəti verib V0-dan, onda ona heç ehtiyac yoxdur. Burada baxıram ki, temperaturla sürət kökaltı düz asılıdır. Onda yazaram V1-in V2 olan nisbəti bərabərdir kökün altda T1-in T2 olan nisbətinə. Buradan da V1-i V0 verib, V2-ni də deməli 2V0 verib bərabərdir. Kökün altında T1-im T0-dır, T2-im də yoxdur. Bunlar gedir, hər tərəfi kvadrata yüksəltsəm 4də 1 bərabərdir T0 bölünsün T2-yə. Buradan da onda T2-ni tapanda mənə verir 4T0. Bu indi 4T0 tapdım və deməli cavab olur B variantı. 53 nömrəli sual. Təzyiq qüvvəsini dəyişmədən səthin sahəsini 0,3 metr kvadrata azaltdıqda təzyiq 2 dəfə artmışdır. İlk anda səthin sahəsi. Deməli, təzyiqi qüvvəsini dəyişmədən səthin sahəsini bu qədər azaltdım. Deməli, S2 bərabərdir. S1 çıxılsın 0,3 kvadrat metr. Təzyiq 2 dəfə artmışdır. P2 bərabərdir 2P1. Səthin sahəsini tapın deyir. P bərabərdir F bölü S-dən. F-i dəyişmir. Onda PS ilə tərs asılıdır. Yazaram P1-in P2 olan nisbəti bərabərdir S2-nin S1 olan nisbətinə. Burada yerinə qoysam P1 qalır yerində. P2-nin yerinə 2P1 bərabərdir. S2-nin yerinə S1 çıx 0,3 bölünsün S1. Deməli, buradan P1'lər gedir. Çarpaz vursam 2S1 çıxılsın 0,6 bərabərdir S1'ə. Buradan S1 bərabərdir 0,6'ya. 54 nömrəli sual. Hidravlik presin kiçik porsiyeni H qədər aşağı inəndə böyük porsiyen H bölü 5 qədər yuxarı qalxır. Hidravlik pres qüvvədə neçə dəfə qazanc verir? Bilirik ki, hidravlik presisdə işlər bərabərdir. İşdə qazanc yoxdur sadə mexanizm olduğu üçün. Buradan yazanda F1H1 bərabərdir F2H2-yə. Buradan görürəm ki, F ilə hündürlüklər tərs asılıdır. F2 bölünsün F1 bərabərdir H1 bölünsün H2. Deməli, H1-im H-dır, H2-im də H bölü 5-dir, 5 bura H məxrəcə. Buradan da H-lar getsə, deməli, qüvvədə hidravlik pres 5 dəfə qazanc verir. Gələk 55 nömrəli suala. Kütləsi 5 kg olan link F qüvvəsinin təsiri altında tarazlıqdadır, reaksiya qüvvəsi. Birinci növbədə kütləsini tən ortadan göstərirəm. Buradan ağırlığını 50 Newton. Birinci növbədə F-i taparam. 50-nin qolu 2-dir. Bərabərdir. Yəni, linkin tarazlıq şərtinə görə F1 L1 bərabərdir F2 L2-yə görə. Bərabərdir. F-in qolu da 5-dir. Buradan da F-i tapıram 20. Reaksiyada yuxarı yönəlir. Onda N üstə gəlinsin F bərabər olar 50-yə. Buradan N üstə gəlsin 20 bərabərdir 50-yə. Onda N reaksiyanda buradan 30 tapıram. Cavab olur 30. Gələk 56 nömrəli sual. Təkliflərdən hansılar doğrudur? Maddənin vahid həcminə düşən kütləsinə sıxlıq deyilir. Maddənin vahid həcminə düşən, bəli, həcmə 1 desəm, M rho-ya bərabər olur. Biri 1-dir. Cismlərin qarşılıqlı vəziyyətə müəyyən olunan enerji kinetik enerjisi xeyr. Cismin hərəkəti zamanı müəyyən olunan enerji kinetikdir. Bu dediyi potensialdır. Hər bir cismin ətrafında gravitasiya sahəsi yaranır, düzdür. Arximed qüvvəsi şaqülə aşağı yönəlir, yanlışdır, yuxarı yönəlir. Mayələrin hidrostatik təzyiqi qabın oturacağının sahəsindən tərs mütasibdir, xeyr. Mayələrin hidrostatik təzyiq düsturu ρGH-dır. Düsturda S yoxdur, aslı deyil. 1-3-dür cavab. 57. Verilmiş kütləli ideal qaz üzərində dairəvi proses aparılmışdır. AB hissəsində, BC hissəsində və CA hissəsində. AB hissəsində P ilə T düz asılıdır. Deməli, həcm sabitdir, dəyişmir. C variantı. Sonra burada AB hissəsində temperatur artdığı üçün kinetik enerji də artır. Y variantı. Sonra gəlirəm BC hissəsinə. BC hissəsində temperatur sabitdir, təzyiq azalır. PV bərabər nöRT-yə görə. P ilə V tərs asıdır. Yəni təzyiq azarsa həcm artmalıdır. Gedir A variantı. Bir də konsentrasiya.
konsentrasiya həcmdən tərs asılıdır. Yəni burada əgər həcm artdısa, deməli molekulların konsentrasiyası azalmalıdır. Burada getmir. Gəlirəm sonra üçüncüyə. CA hissəsində təzyiq sabitdir. PV bərabərdir nÜRT-yə görə. Təzyiq sabit olanda V ilə T düz asılıdır. İndi CA-da temperatur azalıb. Deməli həcm də azalır. Və konsentrasiya təzyiq sabit olanda bunlarla tərs asılıdır. Tərs asılı olduğu üçün də burada artmalıdır D variantı. Uşaqlar, BC hissəsində temperatur sabit idi. Temperatur sabit olanda həcmlə konsentrasiya tərsdir, təzyiqlə düz asılıdır. Dedim, onda qeyd edim. Sonra 58. Üfüqi səthdə hərəkət edən cismin koordinatının zamandan asıllıq tənliyi verilmişdir. İkinci saniyənin sonunda cismin kinetik enerjisini hesablayın. Deməli, ikinci saniyənin sonunda birinci sürəti tapaq. Bu, deyəsən, bərabər sürətli hərəkətdir. X0 çıx VT. Onda V sürətimiz elə 2-dir. Onda kinetik enerjini də tapa bilərəm. 32 saniyə sonra da sürət dəyişməyəcək. MV kvadratı bölünsün 2. M 4'dür. V kvadratımda 4'dür bölürəm 2'yə. Bu da mənə verir 8 joule. Kinetik oldu 8 joule. 59. Müəyyən hündürlükdən sərbəst buraxılmış və sərbəst düşməyə başlamışdır cisim. Hərəkətə başlayandan sonra müəyyən anda qüvvə impulsu 20 Newton vur saniyə olmuşdur. Həmin anda cismin sürəti nə qədər olmuşdur? Deməli yazaram. Qüvvə impulsu delta P'dir. Delta P bərabərdir 20'dir. İndi delta P'ni açaram. P çıxılsın P0 bərabərdir 20'yə. Buradan P'nin yerinə MV, P0'ın yerinə MV0 yazaram. Bərabər edərəm 20'yə. Mötərizədə verib ki, V0 0 etdim. Onda MV bərabər olar 20'yə. Buradan da ki, bizə baxıram ki, M'i verib 2V bərabərdir 20'yə. Onda V'ni buradan 10 tapıram. Deməli, sürət olur 10. 60 nömrəli sual. Kütləsi 4 kiloqram olan cisim mail müstəvidədir. Mail müstəvinin hündürlüyü 3 metr, oturacağı 4 metrdir. Cismin çəkisi neçə newtondur? Uşaqlar, fikir verirsə bu mail müstəvi 3-4-5 üçbucağıdır. Onda bura 5 metrdir. Buradan kosinus alfanı tapa bilərəm. Kosinus alfa bərabərdir bitişik katetin hipotenuza olan nisbəti, yəni 4-ün 5-ə nisbəti. Bu edir 0,8. Mən də bilirəm ki, çəki nəyə bərabər idi? Elə. Biz həmişə çəkini reaksiya qüvvəsinə bərabər götürürdük. Onda buradan M bərabər olar. Mail müstəvidə reaksiya qüvvəsinin düsturu mg kosinus alfadır. O da bərabərdir. Mg'm 4'ü vururam 10'a, vururam kosinusum da 0,8. Bu da edir 32. Cavab olur 32 Newton.